və başlayırıq ya ona irad bildirməyə, ya onun yerinə etməyə, ya da ki kontrol etməyə, o nəyi necə etdi, düzmü etdi, səhvmi etdi. Və qızlar, bu həqiqətən də çox yorucudur. Çünki bu xüsusiyyət bizi çox başlayır düşündürməyə. Biz çox düşünürük, biz narahat oluruq. Narahatçılığın içində və kontrolçuluğun içində qızlar seks yoxdur. Bunun içində ana var, ata var, hansısa nənə var. Amma sevgili biz hansısa işlərin içində öz tam musiqisini dinləyir, nəsə orada, hardasa. O qadını istəyirlər. Orada seks var. Kontrolçunun içində o yoxdur. Burada artıq ana obrazı ortalığa çıxır və biz özümüzü tapırıq sadəcə sanki kişinin də anasıyıq, uşaqların da anasıyıq,